Salam, hörmətli izləyicilər. Mən bugün fonetikaya dair bəzi nüansları qeyd etmək istəyirəm. Fonetikada bugün eyni cinsli qoşa samitlərin tələffüzü ilə bağlı bəzi məqamlara toxunaq. Biz bilirik ki, bizim 4 eyni cinsli qoşa samitimiz var ki, bunlar fərqli tələffüz edilir. Bunlar hansı ki, qoşa Q, qoşa Q, qoşa T və qoşa P-dan gedir söhbət. Uşaqlar, hətta bu 4 qoşa samiti necə yadımızda saxlaya bilərik? 8, 9, hətta tappıltı. Yəni bu sözləri yadımızda saxlayandan sonra artıq mən bilirəm ki, bu 4 qoşa samitlər fərqli tələffüz olunur. Və aydındır ki, qoşa Q ikincisi G-yə keçəcək tələffüz zamanı, qoşa Q-nın birincisi çevriləcək, qoşa T-nın ikincisi çevrilir və qoşa P-nın isə ikincisi çevriləcək. Uşaqlar, bunların içərisində bir dənə bilirik ki, qoşa cingiltilərdən fərqli tələffüz olunan qoşa Q-dır. Digərləri çar samiti və qoşa Q-lar. Yəni bu 4 qoşa eyni cinsli samitlərdən yalnız qoşa Q-dadır ki, birincisi çevrilir, digərlərində ikincisi çevrilir. Və burada bəzi xatırlatmalar vermək istəyirəm mən sizə. Bəzən uşaqlar ən çox çaşdığı kar cingiltili cütlüyündə bəzi hərflərin qarşılığını çaşırlar. Məsələn, mən onlara həmişə tövsiyə edirəm ki, məsələn, əgər sən bu sözləri bilirsənsə, mütləq şəkildə onların tələffüzünü də bilirsən, yəni bu qoşa samitlərin fərqli tələffüz olduğunu bilirsənsə, onların artıq sən bəzi şeyləri də sənin üçün aydınlaşmış olur. Bunlar nələrdən ibarətdir? Məsəl üçün, çox uşaqlar bilmirlər. Mənim Q-nın kar qarşılığı nə idi? Digərləri asasdır, B, P, C, Ç. Bunları rahat bilir. Amma mən 90% şagirddə görmüşəm ki, bunu qarışdırırlar. Bunu necə? Məsəl üçün, Q-nın cingiltili qarşılığı C-dir. Sonra Q cingiltili samitdir, kar qarşılığı K-dır. Məsələn, bu sözlərlə artıq sizin yaddaşınızda qalacaq ki, Q deyəndə onun cingiltili qarşılığı C-dir, Q-nın kar qarşılığı K-dır. Digərləri asaddır. Burada heç bir problem yaşamırlar uşaqlar. Ən çox, məsəl üçün, Q-nın qarşılığı nədir, Q-nın qarşılığı nədir? Məhz burada problem yaşayırlar. Və bəzi məqamları demək istəyirəm mən sizə. Uşaqlar, bir dəqiqə lövhəni silim. Təbii ki, biz bildik ki, qoşa Q-larda, məsəl üçün, nümunə göstərək. Məsələn, Məkkə. Məkkədə bilirik ki, 2 Q gəlib və bizim də qaydamızdan bizə məlumdur ki, əgər 2 Q gəlibsə, olacaq Məkkə. Amma uşaqlar, bu həmişəmi belədir? Hər yerdə mi gələndə bu belə olacaq? Xeyr. Əgər, təbii ki, istisnalar, Azərbaycan dilinin olmazsa olmazı bu istisnalar var. Bunlar hansılardan, hansı sözlərdə göstərəcək özün? Məsələn, əgər siz hər Q-da, hər qoşa Q-nın gəlişində 2Q qaydası işləməyəcək artıq orada. Məsəl üçün, akkord sözü. Akkord sözü 2Q yanaşı gəlib, düzdür? Əslində bunlar K səsi verir. Və 2Q burada K səsi verdiyinə görə artıq mən burada məsələn bunu bizim qaydamızdakı kimi tətbiq edib səsləndirsəm, akkord belə bir deyiliş yoxdur. Burada uşaqlar necə olacaq? Deməli uşaqlar olacaq akkord. Bir dəqiqə, akkord. Yəni ki, uşaqlar 2Q bir K səsinə çevriləcək. Bir dəqiqə tələffüzünü yenidən yazıram. Akkord. D-də T-yə keçəcək, D, B, G, C qaydasından artıq bunu bilməlisiniz. Yəni, məsəl üçün, başqa sözlər də deyə bilərəm. Məsələn, akkreditasiya. Orada 2 Q samiti yanaşı gəlib, amma oradakı, məsələn, bu qayda işləməyəcək. Səbəbi isə odur ki, yəni orada K səsi verir. Əgər gördünüz ki, qoşa Q, məsəl üçün, belə tələffüz etmək qəribədirsə, artıq orada K səsini verirsə, onda 2 Q, 1 K səsini verəcək orada. Sonra akkumulyator sözü var ki, məsələn, orada 2Q, 1 K səsini verəcək. Daha sonra, məsəl üçün, sözlərin sonunda gələrsə bəs necə tələffüz olunacaq, o məqamında toxunaq. Məsələn, deyirəm ki, testlərin birində görmüşdüm, hək olunmaq. Uşaqlar, orada artıq bu qayda işləyəcək. Tələffüzdə belə olacaq. Hək olunmaq. Yəni, əgər qoşa Q gəlib sözündən sonra saitlə başlayan şəkilsə, sonra ümumiyyətlə söz gəlirsə, artıq orada bu qayda tətbiq olunacaq. Daha sonra keçək qoşa Q-nın tələffüz edilməsinə. Uşaqlar, onsuz da yəni hamıya aydındır ki, məsələn, 9 sözündən, saqqız sözündən, toqqa sözündən bilirik ki, qoşa Q gəlirsə, birincisi K-ya keçəcək, ikincisi Q-ya keçəcək. Q səsi kimi ifadə olunacaq. Lakin bunlarda da müəyyən fərqli məqamlar var. Bu hansı məqamdan ibarətdir? Bu sözün içərisində gələrsə, yəni sözün özündə, içində, yəni kökdə gəlirsə, məsələn, onda bu qaydanı tətbiq ediləcək. Məsəl üçün 9 sözü kimi. Amma siz bu qoşa Q illər öncə hansısa test imtahan sualı idi bu, dəqiq yadımda deyil. Əgər bu qoşa Q sözün qovşağında gəlirsə, artıq işlər dəyişir. Məsəl üçün, açıq qəlbli. Artıq biz burada qoşa Q-nın belə bu qaydanı işlətsək, artıq biz yanlışlığa yol vermiş olacaq. Burada Q-nın səslənmə versiyaları var. Q-nı Q səsi verər, Q X səsini verə bilər, Q K səsini verə bilər. Yəni biz burada məhz onu tətbiq eləyəcəyik. Samit gəlib, necə tətbiq? Məsəl üçün, sözün sonu Q ilə bitirsə və təbii ki, bizim sözdürsə, çünki Q-ğı əvəzlənməsi olan sözlərə aiddir bu. Özündən sonra samitlə başlanan şəkilçi və ya söz gəlirsə, Q X kimi tələffüz ediləcək. Məsələn, burada olacaq açıq qəlbli. Məsələn, balıq qulağı. Balıq qulağı olacaq artıq orada. Orada, yəni bu qoşa Q gəlsə də biz buradakı qaydadan istifadə etməyəcəyik. Biz Q-nın hansı samit gələn, özündən sonra samit gələndə hansı səsi ifadə eləyəcək, məhz onu o qaydadan istifadə eləyəcəyik. Yəni sözün içində gələrsə, söz kökün özündə gələrsə bu qaydadan istifadə eləyin. Sözün qovşağında gəlirsə, artıq bu qaydadan, yəni bu formada istifadə olunacaq. Daha sonra isə qoşa T. Uşaqlar, qoşa T gəlirsə,
burada elə məsəl üçün ikincisi d-yə keçəcək. Məsəl üçün deyirəm ki, hətta məşhur ifadələrdən biri, yəni hamımız bilirik bunu. Hətta gəlirsə, yəni bilirik ki, t-yə keçəcək. Sonra qoşa p gəlirsə, təbii ki, alınma sözlərdə bu qayda keçməyəcək. Amma bizim əgər bir söz, yəni Rus Avropa mənşəli sözlərdən gedir ki, bu qayda keçmir. Amma normalda hoppanmaq, nə bilim, bu kimi sözlər gələndə tapıltı sözlərdə p, ikinci p b-yə keçəcək. Daha sonra bir neçə məqama toxunmaq istəyirəm mən burada. Bir dəqiqə lövhəmizi təmizləyək. Qoşa y-da ümumiyyətlə şagirdlərin ən çox çaşdığı məqamlardan biri də qoşa f-nın işlənməsidir. Qoşa f gələndə, məsələn, şəffaf, tənəffüs sözü kimi ən birinci sözləri olur ki, müəllim, bəs orada v-yə keçir. Bu yanlış fikirdir. Mən 4 qoşa samitin fərqli tələffüz olduğunu demişəm. Qoşa k, qoşa q, qoşa t, qoşa p, 8, 9 hətta tapıldı. Sözlərlə yadınızda saxlayın. Amma orada qoşa f-nın əgər fərqli tələffüz olsaydı, mən mütləq onu da qeyd edərdim. Məsələn, şəffaf elə şəffafda olacaq, tənəffüsdə olacaq. Sonra qoşa d ilə bağlı bəzi məqamları çatdırmaq, nüanslara toxunaq. Məsəl üçün, sözün içində qoşa d gəlirsə heç bir fərq yoxdur. Məsəl üçün, addım sözü. Addım sözündə sözün içində gəlibdir və heç bir fərq yoxdur tələffüzünün. Ancaq, məsələn, qoşa d sözün qovşağında gəlirsə, artıq burada D, B, G, C qaydaları işlənəcək. Məsələn, deyirəm ki, buluddan. Məsələn, bunun tələffüzündə heç bir fərq yoxdur. Tələffüz olduğu kimi qalır, amma burada fərqli tələffüz olunacaq. Necə? Artıq biz bilirik ki, sözün sonu qoşa d ilə qurtarırsa və özündən sonra samit gələrsə və ya elə özü tək gələrsə, d t-yə keçəcək. Burada tələffüz olacaq buluddan. Və yaxud da qanaddan. Tələffüz necə olacaq? Yenə d2 qoşa d gələcək qanaddan. Tələffüzdə qanaddan olacaq. Yəni burada qoşa yəni burada qoşa d söhbəti deyil. Sadəcə olaraq d-dan sonra samit necə gələndə, d-dan sonra samit gələndə necə tələffüz olunur, o hissələrə baxacağıq. Sonra uşaqlar burada bəzi məqamlara toxunaq. Ümumiyyətlə digər samitlərdə fərq yoxdur. Sadəcə bəzi alınma sözlər var ki, məsəl üçün normalda məsələn məzəmmət sözündə qoşa m-dır, məzəmmət. Amma məsələn qrammatika sözündə 2 m var, amma tələffüz zamanı, məsələn məzəmmət sözünün tələffüzü ilə məzəmmətdə heç bir düşmə olmur. Amma məsəl üçün qrammatika sözündə isə qrammatika sözündə 2 m var, amma tələffüz zamanı biri düşəcək. Kommunal sözündə 2 m var, tələffüzdə biri düşəcək. Rejissorda 2 s var. Normalda uşaqlar məsəl üçün rejissor sözündə 2 s var, tələffüzdə biri düşəcək. Amma məsəl üçün rəssamda 2 s var, heç tələffüzündə də heç nə düşmür. Yəni buradakı bəzi istisnalar olacaq. Deməli hansı sözlər oldu ki, əslində düşməməlidir, amma bu sözlərdə istisnadır. Qrammatika, kommunal və bir də rejissordur. Burada qoşa s gələcək rejissorda, kommunal və qrammatikada 2 m gəlir, lakin tələffüz zamanı düşmə olacaq. Daha sonra isə qoşa y-nın gəlmə məqamlarına baxaq. Uşaqlar, qoşa y-da nə zaman y-nın biri düşür? Məsələn, əgər iyyət şəkilçidirsə, sözün tərkibində iyyə və yaxud da iyyət şəkilçisi varsa, 2 variantlıdır. İyyət kimi şəkilçi gəlirsə, əgər gördüyünüz kökün ayıra bilirsinizsə, bilin ki, tələffüzdə y-nın biri düşəcək. Məsəl üçün birini deyəcəm. Fərziyyə. Fərziyyə sözündə 2 y var və fərz sözü olduğuna görə tələffüzdə olacaq fərziyyə. Daha sonra başqa hansı məqam deyə bilərik? Məsəl üçün deyə bilərəm ədəbiyyat. Sözün kökü ədəb, iyyət şəkilçi və tələffüz zamanı y-nın biri düşəcək. Burada maraqlı məqamlardan biri də, yəni istisnaları bəlkə də bilirsiniz, mən yenə də deyim. İstisnalar var. Məsəl üçün bəzi sözlərdə qoşa y gəlsə də, yəni orada iyyət və iyyə şəkilçisi olmamağına rəğmən orada y-ların biri düşəcək. Bunlar da mən həmişə uşaqlara deyirəm ki, sistemləşdirib öyrənin. Bunlar hansı sözlərdir? Məsəl üçün vəziyyət, vəsiyyət, səciyyə, səviyyə, sonra səhiyyə. Yer gəlmişkən bunlar 2 ilə yazılır. Və həm belə öyrənin, həm də bilin ki, tələffüz zamanında bunların bir y-dan biri düşür. Məsələn, məziyyət sözü var, məziyyət, heysiyyət. Görürsünüz, ikisi v ilandır, 3-ü s ilandır, bir dənə bunlar fərqlidir. Yenə də öyrənmək olar. Vəziyyət, vəsiyyət, səciyyə, səviyyə, səhiyyə, məziyyət və heysiyyət. Yəni bu sözlərdə qoşa y var, şəkilçi deyil, amma tələffüzündə fərqlilik olur. Daha sonra isə burada bəzi məqamlar da var. Məsələn, demin test toplusunda var, səlahiyyət sözündə də y-ların biri düşür. Məsəl üçün əziyyət sözündə tələffüz zamanı y düşür. Əziyyət sözündə 2 y var, tələffüz zamanı 1 düşür. Səlahiyyət sözünün çünki səlah sözü var. Səlahiyyət sözünün tələffüzü zamanı 1 y, 2 y-dan biri düşür və uşaqlar ən çox deyirlər ki, müəllim, niyyətdə niyə düşmür? Çünki niyyətdə şəkilçi yoxdur və istisnalarımıza aid deyil. Niyyət sözü elə 2 y ilə yazılır, 2 y ilə də tələffüz olunacaq. Digərlərin uşaqlar o qədər də problem yaşamırlar. Məsələn, qəyyum, təyyarə sözündə səyyah sözündə, səyyad sözündə. Bunlarda artıq fərq yoxdur. Yəni 2 y var, y kimidir, 2 y olaraq da qalacaq. Bir də uşaqlar, məsələn, uşaqların ən çaşdığı sözlərdən biri də maliyyədir. Bəli, maliyyə sözündə də 2 y var, tələffüz zamanı biri düşəcək. Və uşaqlar, burada bir maraqlı məqam da var. Bəs